Gəl atanın yanına. Sən mənim atam deyilsən. Atan sənin üçün çox darıxıb. Xiyar, sən timsalsan, mənim atam deyilsən. Oğlum, bu aynı olduğunu bilirəm, amma sən övladlıqsan. Nə? Mənim yaşadığım hər şey yalan idi? Təbii ki, yox. Sən mənim oğlumsan. Gəl səni yeyim. Nə? Səni sevim. Mən də səni sevirəm atacan. Tez ol, düş aşağı. Səni yeyim. Nə? Səni qucaqlayım. Amma sənin əllərin yoxdur axı. Əllərim var. Baxım, sənə göstəreyim. Mənə əllərini göstər. Oğlum, timsahların əllərini görmək istəmək onlara qarşı hörmətsizlikdir. Mən bunu bilmirdim. Adətləriniz belədir. Bizdə əl göstərməyə pis baxırlar. Yaxşı, məndən nə istəyirsən? Bilirsən nə var? Hər şey qurtardı. Mən gedirəm. Sən mənim oğlum deyilsən, mən də sənin atan deyiləm. Getdim mən. Sağ ol. Oğlum, gəl ananın yanına. Day, bu qədər də yox da. Sən mənə nə dedin? Mənə nə deyəcəyimi demə. Mədəniyyətsiz. Qardaşım, nə olub? Bu adam mənə deyir ki, dayan. Nətər dayan? Bilmirəm. Sən kimsən, mənim qardaşıma dayan deyirsən? Gözləyin uşaqlar. Heç ondan niyə belə dediyini soruşdunuz? Mən heç soruşmadım. Bəs sən? Mən də soruşmadım. Danış. Dayan. Parlaqca gözlə. Narahat olmağı dayandır. Nə? Həyatda əlindən gəlməyən şeylərə görə narahat olmağı dayandır. Həyat bunu etmək üçün çox qısadır. Ona görə də dayan.